uçuşla bağlı ən ciddi səslənən iddialardan biri Van Allen radiasiya qurşaqlarıdır. Yer kürəsini əhatə edən bu zonalarda planetin maqnit sahəsi tərəfindən tutulan yüksək enerjili hissəciklər mövcuddur. İddiaya görə Apollo astronavtları bu qurşaqlardan keçərkən ölümcül səviyyədə radiasiyaya məruz qalmalıydılar. Van Allen qurşaqları həqiqətən də radiasiyalı zonalardır. Ancaq bu zonadan keçən hər insanın dərhal öləcəyi fikri doğru deyil. Radiasiyanın təsiri onun gücündən əlavə insanın həmin mühitdə nə qədər qalmasından da asılıdır. Apollo aparatlarının uçuş trayektoriyası qurşaqların daha intensiv hissələrindən mümkün qədər yayınacaq formada hesablanmışdı. Kosmik gəmi zonadan sürətlə keçirdi və astronavtların burada qalma müddəti az idi. Gəminin metal konstruksiyası da radiasiyanı zəiflədirdi. Missiyalar zamanı astronavtların aldığı radiasiya dozaları şəxsi dozimetrlərlə ölçülürdü. NASA sənədlərində Apollo ekipajlarının aldığı ümumi dozaların kəskin radiasiya xəstəliyi yaradacaq səviyyədən xeyli aşağı olduğu göstərilir. Əsas təhlükə Van Allen qurşaqlarından daha çox güclü günəş partlayışı ola bilərdi. Apollo missiyaları zamanı astronavtların ölümcül səviyyədə radiasiyaya məruz qoyacaq böyük günəş hadisəsinin baş verməməsi də sadəcə onların bəxtinin gətirməsi nəticəsində mümkün olmuşdu. Yəni Van Allen qurşaqları keçilməz divar deyil. Onlardan düzgün trayektoriya, qoruyucu konstruksiya və məhdud qalma müddəti ilə keçmək mümkündür.